Dövlət qulluğu üzrə qəbula düşmüş belə bir cədvəl sualın izahını vermiş olacağam. Keçək sualın izahına. A ilə 5-in cəmi, diqqətlə baxsaq, A ilə 5-in cəmini bizə C verib yazıram. A üstə gələk 5 bərabərdir C. Bir də B ilə 21-in cəmi. B üstə gələk 21 bərabərdir C. Bir də diqqətlə baxsaq, A ilə B-nin cəmini bizə burada 6 verir. Baxın, C-nin qiyməti həm A üstə gələk 5-ə, C-nin qiyməti həm də B üstə gələk 21-ə bərabərdirsə, biz bunları bir-birinə bərabər edə bilərik. Yazırıq. A üstə gələk 5 bərabərdir B üstə gələk 21. B-ni bərabərliyin soluna, 5-i bərabərliyin sağına aparsam, A çıxaq B bərabərdir 21 çıx 5, yəni 16. Və həmin o A üstə gələk B-ni biz gətirib qoysaq A minus B-nin altına. A üstə gələk B bərabərdir 6-ya. Bu iki dənə deməli ifadəni biz alt-alta toplama üsulu ilə toplasaq, mənfi B ilə müsbət B gedəcək. Orada 2A-nın qiyməti 22 olacaq. Yazırıq 2A bərabərdir 22. A bərabərdir 11-ə təbii ki. A-nın qiyməti 11-dirsə gəlib burada qoyaq yerinə, A-nın yerinə 11 və 11-in üstünə 5 gələndə C-nin qiyməti 16-nı almış oluruq. Bizdən də elə C-nin qiymətini soruşur. Cavab D variantı olmuş olur. Dərslərimizə qatılmaq üçün qeyd olunan nömrəyə WhatsApp-na yaza bilərsiniz.